Funksiyalardan hansının qrafiki absis oxu ilə kəsişmir? Absis oxu ilə kəsişmə nöqtəsində y sıfıra bərabər olduğu üçün hansı funksiyanın sıfır ala bilmədiyinə baxaq. Birinci tərs funksiyadır. Tərs funksiya sıfıra bərabər deyil. İkinci funksiyaya baxaq. X kvadrat çıxılsın x üstə gəlinsin 2 bərabərdir 0 olsaydı diskriminant böyüdür, bərabərdir 0 şərti ödənməli idi. Diskriminantı yoxlayaq. Mənfi 1-in kvadratı çıxılsın 4 vurulsun 1 vurulsun 2, bu da bərabərdir 1 çıxılsın 8 və mənfi verir. Yəni sıfırdan kiçik olduğu üçün bu ifadə həmişə müsbət qiymət alır və heç vaxt sıfır almır. Deməli ikinci də x oxu ilə kəsişmir. Yəni diskriminantın mənfi olduğu üçün x oxu ilə kəsişmir. Üçüncü funksiyaya baxaq. Üçüncüdə də modulda x plus 5 çıxılsın 7 bərabərdir 0 şərti ödənməsi üçün x plus 5 bərabərdir 7 olmalıdır. Moduldan isə 7 çıxa bilər. Bəli, çünki müsbət ədədə bərabərdir. X üstə gəlsin 5 bir dəfə 7 ola bilər. X üstə gəlsin 5 bir dəfə də mənfi 7 götürərək tənliyimizi həll edə bilərik. Deməli, birinci və üçüncü, daha doğrusu ikinci funksiyaların qrafikləri absis oxu ilə kəsişmir.